Deyirsiniz ki dünyanın ilk hacılığı Azərbaycanda. Bəli, hacılığı. Əbdurrahman Cami yazır ki, yenə Şamda, kim Şamda bir ay qalardısa, bir il ona baş əyərdilər. Hacılıq idi. Lahəc nə deməkdir? Lah Allahdır, hacılığı, Allah hacılığı. Nətər olur ki, heç yerdə kanalizasiya yoxdur, orada var. Ora qaçdıysa, İbrahim Peyğəmbər buradan gedəndə deyir, Rəbbim, mənim Kəbəmi pak-pakizə et. Deyir, elə dedəcəm. Dünya o kanalizasiya xəttini çəkib. Çünki orada oturmalıydılar. Bir ay orada. Baba ağabda şeytana daş atılır, son imtihan. İndi də atılır. İndi də atılır. Axırıncı dəfə Şah İsmail atıb. Orada şeytana daş. Hamısı gəlib fatihlər ora şeytana 4 kilometr yüksəklikdə xeyrullah. İyulun 20-si avqustun 10-na kimi. Lahıcda tatlar yaşayırdı. Bəli, Lahıcda misal üçün mənim özümə çox gözəl bir müdrik kişi dedi ki, Şakir müəllim, bu dil İrana buradan gedib, İrandan bura gəlmir. Çox düz dedi. Bəli. Və dillər tatlar köçürülmədir bura. Bəs onu deyirlər də səni, nətər onu Yahudi yazır pasportda mən tata. Erməni deyir mən tata, biz tatı uzaqlaşdırırıq. Amma tatın mənasını açmır. Deyir ki, qəmbər getdi oduna, qamış batdı butuna. Odun deyil qamışdı, 5 parmağım gümüşdü. Gümüşü verdim tata, tat mənə darı verdi. Darını verdim quşa, quş mənə qanad verdi. Qanadlandım uçmağa, haqq qapısını tapmağa. Demək, bəli, tat Allaha ilkin itaət edən nəslə tat deyil. Aydındır, millət deyil tat. Və bu gedir tatar, taət, arilər, ilkin nəsil. Erməni görsən, güləççisinin belində yazır Ari. Fikir verə, Ari. Ari təsdiq edir Adəmi. Adəm nəslində deyilir. Biz bunları artıq Sovet tarixçiləri bizdən alıb, bunları qaytarmaq lazımdır özünə.